Salam, mən Leyla Abdullazadə, Qrafik Dizayn Fakültəsinin 2-ci kurs tələbəsiyəm. Sizinlə bugün sosial mediada yayılan, həqiqəti əks etdirməyən məlumatlar haqqında danışmaq istəyirəm. Bunlardan biri dərslərdə telefonlarımızın götürülməsidir. Mənim fikrimcə bu hərəkət bizim yaxşılığımız üçündür. Çünki biz dərslərdə telefon istifadə etdikdə fokuslana bilmirik dərslərimizə və müəllimlər bizə əgər lazımdırsa telefon istifadə etməyimizə icazə verirlər. Lazım olmayan vaxtı isə istifadə etmirik və fikrimcə etməməliyik. Çünki biz dərslərimizi düzgün oxumalıyıq. Salam, mənim adım Abdullah Rüfət, tarix ixtisasında təhsil alıram. Bəzi şairlər yayılıb ki, universitetimiz baxımından uşaqlar narahatdırlar ki, əlavə dərslər keçilir. Mənim fikrimcə oxuyan tələbələr üçün bu heç bir şəkildə narahatçılıq ola bilməz. Çünki əlavə dərsin keçirilməsi tələbələr üçün çox vacibdir. Buraxdığımız dərslər olsun, bunların hamısı imtahanda qabağımıza çıxacaq suallardır. Onu biz öyrənməyimiz bizim üçün çox qəşəngdir. Gələcəkdə savadlı kadr olaraq işləməyimizə ən böyük mənbədir. Və ayrıca müəllimlər belə gələndə özləri tətil vaxtlarını bizə ayırırsa, məncə bunu şikayət etmək düzgün deyil. Salam, mənim adım Hüseyin Fatimə, turizm işinin təşkili tələbəsiyəm. Universitet telefonların yığılması ilə bağlı öz fikrimi bildirmək istəyirəm. Mənim fikrimcə telefonların yığılması dərsdə daha çox diqqətimizi verməyə kömək edir. Amma bəzən əksər tələbələr, daha çox oxumayan tələbələr bundan daha çox narazılıq eləyir. Çünki onlar dərsə oxumağa gəlmirlər. Məsələn, bu telefon əldə qalmayıb, çantada qalsa, biz çox şey itirmirik. Yəni, burada da qalsa, stolun üstündə də qalsa, heç bir şey olmayacaq. Salam, mən Psixologiya Fakültəsinin tələbəsi Zeynəb Abbasova. Bugün əngəlti əks etdirməyən mövzular haqqında söhbət edəcəyik. Telefonların yığışdırılması əslində bizim dərsdə daha effektiv olmamızı və kənar faktorlardan daha çox öz fərdi aktualizasiyamızı təqdim edir. Salam, mən Nəsirova Mediada Tərcümə Fakültəsinin 2-ci kurs tələbəsiyəm. Universitetlə bağlı yayılan mənfi fikirlərə rəy bildirmək istəyirəm. Telefonların yığılması məncə tələbələrin xeyrinə olan bir prosesdir. Çünki bununla biz dərsə daha yaxşı konsentrasiya oluruq və məncə telefonların yığılması tələbələrə heç bir problem yaratmır. Salam, mən Qərb Kəsb Universitetinin Biologiya ixtisasının tələbəsi Uğur Əhmədov. Bildiyimiz kimi qarşıdan yeni bayram olsun, Novruz bayramı olsun kimi bir sıra bayramlar var və biz bu bayramları qeyd edə bilməyimiz üçün müəyyən icazə günləri var. Həmin icazə günlərində dərslərimizdə bir sıra boşluqlar yaranır və boşluqların yaranmaması üçün, yerinin əvəz edilə bilməsi üçün həm müəllim heyəti, həm də universitetimiz tərəfindən əlavə dərslər salınır və tətbiq edilir. Həmən dərslərin salınması, tətbiq edilməsi bizim həm dərsləri daha yaxşı başa düşməyimiz üçün, həm də qarşıdan gələn imtahanlara daha yaxşı hazırlaşa bilməyimiz üçün bizə əlbəttə ki, müsbət təsir edir. Bu fikirlə mən həddən çox razıyam və əlavə dərslərin salınmasının vacib olduğunu rahat şəkildə deyə bilərəm. Hətta düşünürəm ki, dostlarımız da bu fikirlə razıdırlar və vacibliyini mənim qədər ən azından başa düşürlər. My name is Fark Agaev and I'm a student at the Western Caspian University at the Faculty of Computer Science. Recently we were asked about questions of why many students use their phones during the classes. For example, I have my phone too. I'm using my phone at the lessons and recently I'm using, for example, my phone only I'm using, for example, AI tools for research to better understand, for example, topic and the lesson. However, another half of students using their phone differently. For example, they open group chats, they are, for example, open TikTok, open Instagram, using their phones and get distracted others from the lesson. For example, they copy link of TikTok, they send the link of the videos to the group. So, guys, I have one question for you. Why you are using your phones? Yes, of course, you can use your phones and laptops, for example, as lessons, but you can use it only to better understand the topic as a lesson.